Dostlar salam, yadınızdadırsa mən əvvəl TikTok videolarımda abur-cubur videolarda çəkirdim. İndi isə maraqlı abur-cuburlar və qeyri-adi abur-cuburlar var. İstəyirəm onları çəkib sizə göstərim. Birinci abur-cuburum bax bu şokolad mı deyə şokolad deyildi, belə bir konfetdir. Kim yorumlara yaza bilərsiniz, bunun adı nədir bilmirəm. Budur. Kimsə deyə bilər ki, bu qeyri-adi bir şeydir. Amma fındıqlı qozu falan olduğuna görə istədim sizə göstərdim. Həm də enerji verir bilər. Baxın, belə bir şeydir. Yəni qeyri-adi şokolad olsaydı göstərməzdim, amma üzərində bu formada olan şokoladdır. Onu ilə istədim sizə göstərdim. Bir damcı yeyək, baxaq. Amma şokoladdır, amma üzərində bu formada qoz, fındıq və başqa çərəzlər var. Güc, qüvvət verici bir şeydir, yəni adi şokolad deyil. Fındığa bu formada növbəti isə bir trikoriçkidir, suxaridir. Kiminiz deyə bilər ki, bu suxari qeyri-adi nə var? Çünki baxın burada xiyar, görünür, sarımsaq və sos bu formada var. Bu formada sosdan ibarət olan bir şey olduğuna görə istədim bunu da sizə göstərdim. Çünki qeyri-adi bir sosludur. Yəni adi suxari olsaydı bunu göstərməyəcəkdim. Belə bir sosu var. Dadı da biraz başqa cürdür. Dostlar, belə bir sosu var. Belə batırıb. Sarımsaqlı, xiyarlı və bu sos var. Sarımsaq falan iyi gəlir. Onu isə qoyaq qırağa. Və burada bu şeylərin mənim ad günüm var idi. Ad günüm idi, onu da götürmüşdülər 15 oktyabrda. Onu üstümüzə göstərim. Bax, burada bir də süd də var. Bu adi bir şeydir, onu götürün. Növbəti isə bu formada sokdur. Qabın forması dəyişik olduğuna görə sizə göstərdim. Adi soku da göstərmirəm. Və burada isə ikinci sok isə özü də lime'dır. Bilmirəm kimsə bu içməyib bu formada. Qutusu yəni heç, qutusu yəni ola bilər qeyri-adi olmasın. Düzdür, qutusu mənə qeyri-adi gəlir, amma özü yəni lime özü biraz meyvəsi də. Yəni ikinci qutuda meyvə də qeyri-adi açaq. Ben biraz istəyirəm süzüm dadına baxım. Düzdür, armud əziz dostlar hər yerdə eynidir, amma yenə də yoxlamaq istədim. Bəlkə dedim burada başqa durum. Az da tökdüm, baxaq. Qəşəng yumşaq dadı var. Və bu isə lime'lıdır. Dediyim kimi bundan səs gəlir. Lime heç yeməmişəm. Gözəl ətri var uşaqlar. Dostlar. Kim yeyibsə bismillah. Biraz tuşluğu var, tuş.
tuşluq var. Və sonda isə üzr istəyirəm onu bağlayım. Sonda isə sizə maraqlı bir şey göstərəcəm, görüm kim burada yeyib o şeyi. Burada deyirəm çünki bizim məhsul deyil. Baxın, Türk baklavası. Yəni dediyim kimi ad günüm olduğuna görə bundan məhsul almışlar. Çox sağ olsunlar. Bir Türk baklavasıdır. Düzdür bizim marketlərdən alınıb. Yəni qeyri-adi deyəndə düzdür. Burada da satılır, amma yəni çox adam inanıram ki, bunun bəlkə dadına baxmayıb. Göz haqqınızı alayım, bir dənə dadına baxın. Dadı düzdür. Dostlar, bizimkindən çox fərqlidir. Həm biraz yağlıdır. Estağfurullah, yağlı dedim. Çox yağlıdır, həm də çox şirindir. Və xüsusidir. Yəni deyirəm, üzr istəyirəm. Bütün qarşınızda yediyimə görə. Və sonunda bir geyim göstərəcəm. Dedim ki, hədiyyə olduğuna göstərim, sizə də göstərim. Görün necə yaraşır. Dostlar, geyindim, gəldim. Bu sviterdə. Mənə hədiyyə gəlib, əmimdən hədiyyə gəlib. Baxın, necədir yazarsınız yorumlara. Bu düymələmə də olur. İstəyirəm sizə orada. 3 düymə var. Axıracam düymələməyə köynə imkan vermir. Köynə ilə geymişim. Belə bir rəngdə belə bir şeydir. Partası falan da xoşuma gəlir. Mən də dedim atışdırmalıqları göstərəndə bunu da göstərdim. Görək siz bəyənəcəksinizmi yoxsa yox. Bu qədər.